Salam dostlar, bugün sizlə bir yerdə başqa bir sınağa nəzər salacağıq. Başlayaq vaxt itirmədən. İnduktivliyi 0,2 Henry olan sarğacdan keçən cərəyan şiddətinin zamandan asılılıq qrafikinə əsasən sarğacda induksiya olunan EHG-ni hesablayın. Sarğacda induksiya EHG deyiləndə bilirsiniz dostlar, Y-i bərabərdir, mənfi L vurulsun, delta I bölünmüş, delta T düsturundan istifadə edə bilərik. Burada qiymətlərimizi yerinə yazacağıq dostlar. Mənfi 0,2 induktivliyin vahidi Henry'dir. Burada verilib bilirsiniz. Vurulsun delta I cərəyan şiddətinin dəyişməsi. Bir kəmiyyətin dəyişməsini tapanda bilirsiniz ki, onun son qiymətindən başlanğıc qiymətini çıxırıq dostlar. Son qiymətimiz burada 0'dır. 0,2 saniyə sonra cərəyan şiddəti 0'a gəlmişdir. Başlanğıc qiymətimiz də 8'dir. 0 çıxılsın 8 verəcək bizə -8. Ona görə də delta i'ni yerinə yazacağıq. -8 bölünsün. Zamanımız da 0,2'dir dostlar. 0,2'lər ixtisar gedəcəkdir. Mənfi-mənfini müsbət eləyəcəyinə görə cavabımız olacaq C variantı. 62-ci sualda maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olan protondan söhbət gedir. Biz demişdik ki, yadınızdadırsa, bu tip sualları oxuyanda biz diqqət eləməliyik ki, bu hansı sahədir bu? Deməli, maqnit sahəsindən söhbət gedir. Birinci onun altından xətt çəkdik. Maqnit sahəsindən söhbət gedirsə, maqnit sahəsinə bilirsiniz ki, 3 cür daxil olma var. Paralel daxil olma, perpendikulyar daxil olma, bir də bucaq altında. Burada perpendikulyar daxil olmadan söhbət gedir və zərrəciyimiz protondur, yəni yüklü zərrəcikdir. Çevrənin radiusunun impulsdan asılılığını soruşur. Bizim P bərabərdir QBR düsturunu yaza bilərik. Perpendikulyar daxil olan hallarda bu düstur istifadə oluna bilər. Onda belə çıxır ki, radius gördüyünüz kimi impulsdan düz mütənasib asıldı. Cavab olacaq A variantı. 63-cü sual difraksiya qəfəsi ilə bağlıdır. Periodu 10⁻5 metr olan period bilirsiniz D hərfi ilə işarə olunur. D bərabərdir 10 üstündə -5 metr yazırıq. Dalğa uzunluğu lambda bərabərdir 5 vurulsun 10 üstündə -7 verilib. Və deyir ki, ikinci tərtibimiz də nədir dostlar? K'dır. K bərabərdir 2. Meyl bucağının sinusunu hesablayın deyir. Düsturumuzu yazaq. Difraksiya üçün düsturumuz D sinus fi bərabərdir K vurulsun lambda. Meyl bucağının sinusunu, yəni sinus fi'ni istəyir bizdən. Sinus fi bərabər olacaqdır. K vurul lambda bölünsün D'yə. O da bərabərdir. K 2'dir. Lambda 5 vurulsun 10 üstü -7'dir. Bölünsün 10 üstündə -5 olacaqdır. 2 vurulsun 5 10 verir. 10 vur 10 üstü -7, 10 üstü -6 bölünsün 10 üstü -5. 10 üstü -5'i yuxarı keçirəndə 10 üstü 5 kimi keçəcək. 10 üstü -6, 10 üstü müsbət 5, 10 üstü -1, yəni 0,1 cavabını alacağıq dostlar. Digər sualımız fotoeffekt üçün Einstein tənliyidir. Fotoeffekt üçün Einstein tənliyi bilirsiniz. Fotonların enerjisi çıxış işi ilə onların, yəni fotoelektronların kinetik enerjisinin cəminə bərabərdir. Buna uyğun düstur axtaracağıq burada təbii ki. Məsələn, B variantı diqqətimizi cəlb edir burada. Foton enerjisi yerinə HC bölünsün lambda, çıxış işi üçün HC bölü lambda max, kinetik enerjinin də impulsdan olan düsturu P kvartı bölünsün. Şimdi bu variantları seçmək olar. Keçək digər sualımıza. 65-ci sual yazıb ki, Newton bölünsün metr hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Newton bölünsün metr bilirsiniz ki, məsələn, bu qüvvə bölünsün məsafə mənasına gəlir əslində. Məsələn, qüvvə F bölünsün X insan ağlına gələn ilk düsturlardan biridir. Sətlik əmsalını verir. Variantlarda sətlik əmsalına rast gəlmirik. F bölünsün L ola bilər. Hansı ki, səthi gərilmə əmsalının düsturudur. Deməli, cavab olacaq B variantı. 66-cı sualda yazıb ki, neytronların artma əmsalının hansı qiymətində reaksiya sönər? Bilirsiniz ki, neytronların artma əmsalı K'dır. K'nın 3 qiyməti ola bilər. K 1-dən böyük ola bilər, 1'ə bərabər ola bilər, bir də 1'dən kiçik ola bilər. 1'dən böyük olduqda nüvə reaksiyası partlayışla davam edir. Neytronların sayı kəskin artır. İdarə olunmayan nüvə reaksiyasıdır. K bərabərdir 1 olduqda reaksiya stabil veya stasionar formada davam edir. Neytronların sayı dəyişmir, idarə olunandır. K 1'dən kiçik olduqda neytronların sayı get-gedə azaldığına görə nüvə reaksiyası zamanla sönəcəkdir. Deməli, A variantı doğru cavab. 67-ci sual. Cismin çökük güzgüdə alınan xəyalı
Sökük güzüdə alınan xəyallar dostlar, bilirik ki, toplayıcı linza ilə eynidir. Bu bizə sualları yazmaqda biraz dəstək verə bilər. Hamısını əzbərləməyə əvəzinə toplayıcı linza sökük güzgü ilə, qabarıq güzgü isə səpici linza ilə eyni cür olduğuna görə buradan yadda saxlaya bilərik. F ilə R arası. R bizim üçün bilirsiniz 2 qat fokus deməkdir güzgülərdə. F ilə 2F arasına qoyduqda xəyalımız 2F-dən uzaqda, yəni R-dən daha uzaqda alınırdı. Ona görə də daha uzaqda alındığına görə əslində böyüdülmüş bir xəyal alınacaqdır. Böyüdülmüş həqiqi tərsinə xəyal D variantını seçə bilərik. Əvvəla bunu da qeyd edək ki, xəyallar qurulanda təbii ki, üzərində xətt çəkərək də xəyal qurmaq mümkündür dostlar. Onu necə eləyə bilərik? Cismin təpə nöqtəsindən bir şüanı paralel göndərdik baş optik oxa. Paralel göndərdiyimiz şüalar güzgüdə əks olunduqdan sonra fokusdan keçməlidir. Birinci şüamız belə olmalıdır. İkinci şüamız qütb nöqtəsi dediyimiz nöqtəyə gəlməlidir. Optik mərkəz deyirik linzalarda bu nöqtəyə. Buradan gələn şüa isə eyni bucaq altında keçməsi lazımdır. Yəni bu formada bir şüa əmələ gətirməlidir və gördüyünüz kimi R-dən uzaqda tərsinə və həqiqi bir xəyal alınmışdır dostlar. Cavabımız olacaq D variantı. 68-ci sualda rəqs konturundakı kondensatorun lövhələr arasındakı məsafəni 2 dəfə azaltdıqda yaranan period necə dəyişər? Periodun rəqs konturunda Thomson düsturu 2pi kök altında L vuru C-dir. Əgər lövhələr arasındakı məsafədən söhbət gedirsə, deməli burada kondensatorun tutumu dəyişəcək. Epsilon 0 S bölünsün D düsturunu yazırıq. Məsafə 2 dəfə azaldıqda tutum 2 dəfə artacaqdır dostlar. Əgər tutum 2 dəfə artırsa, onda period kök altında 2 dəfə artacaq. Cavab olacaq C variantı. 69-cu sual amper qüvvəsinin istiqamətinin təyin olunması ilə bağlıdır. Amper qüvvəsi sol əl qaydası ilə tapılır. B ovucumuza daxil olmalıdır dostlar. Sol əlimizi elə tuturuq ki, B ovucumuza daxil olsun. Deməli, ovucumuz üzü sol tərəfə baxmalıdır. 4 barmağımız burada lövhədən bizə, şəkil müstəvisindən bizə doğru yönəlməlidir şagirdlər. O zaman baş barmağımız yuxarıya doğru şəkil müstəvisində, deməli, amper qüvvəsinin istiqaməti yuxarı doğru olacaqdır. Keçək növbəti sualımıza. 70-ci sualda yazılıb ki, düz xətli hərəkət edən cismin sürət zaman qrafikinə əsasən 1 və 2 nöqtələrinə uyğun təcillərin və impulsların modullarını müqayisə edin. Əvvəlcə sürət qrafikindən söhbət gedirsə, impulsdan başlamaq faydalıdır. Impuls sürətlə, Lorentz desək, bacı qardaşdır. Ona görə də ikinci nöqtənin sürəti birdən böyük olduğuna görə ikinci nöqtənin impulsu birdən böyük olacaqdır. Diqqət edirsə, cavab birbaşa alınır burada. İmpulslara baxmaq belə yetərli oldu bu sual üçün. Qaldı ki, təcilləri müqayisə edəndə biz necə eləyirik? Bu, gördüyünüz kimi, bərabər yeyinləşən hərəkətdir, xətti funksiyadır. Bərabər yeyinləşən hərəkət olması, bərabər təcilli olması, yəni təcilin hər yerdə bərabər olması mənasına gəlir. Təcil, dostlar, bilirsiniz, qüvvə ilə, impuls isə sürətlə bacı qardaş. Yəni, bu sualda qüvvələrin müqayisəsini sorursaydı, yenə F1 bərabərdir, F2 yazmaq olardı şagirdlər. 71-ci sualda yazılıb ki, cismin mayeədəki çəkisinin Arximed qüvvəsindən asılılıq qrafikidir. Vakuumdakı çəkini hesablayın. Bu qrafiklərdə kəllə nöqtələr, yəni grafikin uc nöqtələri bizə mayeədəki çəkini, daha doğrusu vakuumdakı çəkini verəcək dostlar. Bəzən sual verirlər ki, nəyə görə bu kənardakı nöqtələr vakuumdakı çəkini verir? Çünki dostlar, mayeədəki çəki P maye bərabərdir. P0 çıxılsın, F Arximeddir, düzdürmü? İndi biz bu qrafikə baxsaq, bu qrafikdə görürsünüz ki, mayeədəki çəkidir bu təbii ki. Mayeədəki çəki Arximed qüvvəsi artdıqca, yəni biz qrafikdə sağa doğru getdikcə, mayeədəki çəki aşağı doğru gedir. Yəni mayeədəki çəkinin qiyməti yavaş-yavaş nə edir dostlar? Azalır. İndi məsələn bu nöqtəni nəzərdən keçirək. Bu nöqtə haqqında nə deyə bilərik? Bu nöqtədə Arximed qüvvəsi 0-a bərabərdir. Yəni riyazi olaraq bir qrafikə baxanda bu nöqtənin Y-i var, düzdür? Y-i 24-dür. Amma X-i, yəni Arximedi 0-dır. Ona görə də Arximedin yerinə 0 yazanda P maye bərabər olacaqdır P0-a. Yəni bu nöqtənin mayedəki çəkisi elə onun vakuumdakı çəkisinə bərabərdir. Ona görə də buradakı qiymət 24 Newton olacaqdır. Aşağıdakı nöqtəni də gəlin istəyirsiniz bir yerdə eləyək. Nəyə görə bu aşağıdakı nöqtə də ona bərabərdir, onu yoxlayaq. İndi gəlin qrafikin bu hissəsinə baxaq. Yəni 24-ün yazıldığı bu hissəyə nəzərdən keçirək. Burada görürsünüz ki, Arximed qüvvəsi 24-dür. Bunun bir X-i var. Amma bu nöqtənin Y-i, yəni P mayesi 0-dır. Düsturumuzu yazıram. P maye bərabərdir. P0 çıxılsın. F Arximed hal-hazırda bu nöqtə üçün P maye 0 olduğuna görə 0 bərabərdir.
P0 sıxılsın F Arximed. F Arximed də bərabərdir P0-a. Deməli, bu nöqtəyə uyğun Arximed qüvvəsinin qiyməti vakuumdakı çəkiyə bərabərdir. Yəni, hər iki uc bir-birinə qiymətcə bərabərdir və bizə vakuumdakı çəkini verəcəkdir. 72-ci sual çox istifadə olunan suallardan biridir şagirdlər. Dövrədəki termistoru soyutduqda V1 və V voltmetrlərinin göstərişi necə dəyişər? Bəzən can sıxıcı suallar kateqoriyasına girə bilir bu. Əsas edilən xətalardan biri voltmetrin hara qoşulduğuna baxmamaqdır şagirdlər. Deməli, V1 voltmetri gördüyümüz kimi R rezistoruna təkcə bunun gərginliyi ölçür. Aşağıda verilən V voltmetri isə ümumi dövrədəki gərginliyi təyin edir. İndi termistoru soyudacağıq. Termistoru soyutduqda aşağıdakı voltmetr dediyimiz kimi ümumi dövrənin gərginliyi göstərdiyinə görə və ümumi dövrənin gərginliyi sabit olduğuna görə onun göstərişi dəyişməz. Ona görə də C variantı, D variantı, Y variantı avtomatik ələnmiş olacaq. Qaldı indi V1 haqqında danışmaq. Termistordan başlayaq. Termistoru soyuduruq. Termistor yarım keçiricidir. Yarım keçiricinin temperaturunu azaltdıqda onun müqaviməti artacaqdır. Müqavimət artanda bilirsiniz ki, U bərabərdir IR düsturuna görə. Müqavimət artdıqda gərginlik də artacaqdır. Yəni, bura özümüz U2 yazaq. U2 gərginliyi artdı. Amma ümumi gərginliyimiz sabit daxı dövrədə. Ona görə də əgər termistorun gərginliyi artıbsa, rezistorun gərginliyi azalmalıdır. Ona görə cavabımız olacaq B variantı şagirdlər. Yəni, fikir verirsinizsə, ayrı-ayrı işlədicilərin voltmetrləri, yəni gərginlikləri dəyişə bilir. Amma ümumi dövrənin gərginliyi sabit qalır şagirdlər. 73-cü sualda deyir ki, bir nüvə reaksiyasıdır. Naməlum zərrəciyi deyir, müəyyən edin. Naməlum zərrəciyi müəyyən etmək üçün bilirsiniz ki, çox sadə bir şəkildə aşağıları toplayacağıq. Burada görürsünüz ki, burada X deyək. X-in aşağısı burada olmalıdır 1. Çünki sağ tərəfdə 26 üstə gəl 0, 26-dır. 25-in üstünə 1 gəlməlisiniz ki, 26-ını versin. 55 ilə 1 burada 56 verir. 55 isə burada 1 olmalıdır. Deməli, bu naməlum zərrəci X11-dir. Və bəli, biz əzbərdən bilməyimiz lazımdır ki, X11 nədir? Bu protondur şagirdlər. Neutron bilirsiniz 0-1 formasında yazılır. Elektron -1 0-dır. Alfa zərrəci helium 2-4 2 qat müsbət ionudur. Fotonların da onsuz da kütləsi və yükü olmadığına görə onu qeyd eləməyə ehtiyac yoxdur şagirdlər. Davam edək, 74-cü suala keçək. Yenə bir baş ağrıdan suallardan biri gəldi. Dalğaların bir mühitdən digərinə keçməsi məsələsi. Yazıb ki, səs dalğası havadan suya keçdikdə hansı fiziki kəmiyyətlər dəyişir? Ümumiyyətlə, istər səs dalğası, istər elektromaqnet dalğalar, yəni işıq dalğası, fərqi yoxdur. Hər hansı bir dalğa bir mühitdən digərinə keçdikdə twin adlandırdığımız kəmiyyət, yəni period, omega və tezlik dəyişmir şagirdlər. Baxın, işıq dalğası, təkrar edirəm, səs dalğası fərqi yoxdur. Bir mühitdən digərinə keçdikdə bu üç kəmiyyət dəyişməyəcəkdir. Ona görə bizdən soruşur ki, hansı kəmiyyətlər dəyişər? Deməli, tezlik ola bilməz. Sürət və dalğa uzunluğu isə mühitin xassələrindən asılı olduğuna görə dəyişəcəkdir. Cavab olacaq Y variantı. 75-ci sualda verilmiş kütləli ideal qaz üzərində hansı proses aparılmışdır? Şagirdlər qəbul imtahanlarında həm ideal qazla bağlı, həm də doyan buxarla bağlı suallar olduğuna görə sizə məsləhətimiz budur ki, altından xətt çəkib eləyəsiniz. Yəni, burada öz-özümüzü çaşdırmayaq. İdeal qazdan söhbət gedir, rahat ola bilərik. MK'nin bütün düsturlarını tətbiq eləmək mümkündür. Burada görürsünüz ki, təzyiq oxunu kəsir, təzyiq sabitdir, izobar prosesdir. Həcm ox sola doğru olduğuna görə həcm azalır deməkdir. Bu, izobar sıxılmadır. İndi variantlara baxırıq, izobar sıxılma gözümüzə dəymir burada. Amma bilirik ki, izobar prosesdə, yəni P sabit olduqda V böl T düsturunu istifadə edə bilərik. Hansı ki, V ilə T düz asıldır. Əgər izobar sıxılmadırsa, yəni həcm azalırsa, onda temperatur da azalmalıdır. Onda izobar soyma variantını seçmək olar dostlar. 76-cı sualda belə bir ifadə verilib, hansı fiziki kəmiyyət olduğu soruşulur. Epsilon 0 S böl D düsturu, hamımız bilirik ki, elektrik tutumunun düsturudur, S'nin düsturudur. Geriyə bir dənə nə qaldı? U qaldı. SU düsturu isə təbii ki, Q'nün, yəni elektrik yükünün düsturudur şagirdlər. 77-ci suala keçək. Yazıb ki, Q1 yükünün kvadratın mərkəzindəki O nöqtəsində yaratdığı intensivlik Y olarsa, O nöqtəsindəki yekun intensivliyi hesablayın dostlar. Deməli, intensivlik haqqında əvvəlcə bunu bilmək lazım ki, vektorial kəmiyyətdir. Vektorial kəmiyyət isə biz onun istiqamətini təyin eləməyimiz lazımdır. Q1 yükündən danışdığına görə Q1-dən başlayaq.
Müsbət yükün verilən bir nöqtədə, burada söhbət mərkəzdən gedir, O nöqtəsindən gedir. Verilən bir nöqtədə yaratdığı intensivlik özündən uzaqlaşan istiqamətdədir və buna sualın şərtində deyiblər Y. Q1 yükünün yaratdığı intensivlik Y-dir. Digər yüklərə baxaq. Mənfi Q2-dən davam edək. Q2 yükü mənfidir. Mənfi yük özünə daxil olan istiqamətdədir və qiymətin yerinə Y yaza bilərəm dostlar. Çünki baxırsınız mötərizdə yazıblar ki, hamısının yükləri modulca bərabərdir. İntensivliyin düsturu K, Q bölünsün R kvadratıdır. Yüklər bərabər, hamısı kvadrat olduğuna görə hamısının mərkəzə olan məsafəsi bərabər olacaqdır. Ona görə də deyə bilərik ki, intensivliklər bir-birinə nədir? Bərabərdir şartdır. Onda bu da Y-dir. Q3 yükünə başlayanda mənfidir. O da özünə daxil olan istiqamətdə yönəlməlidir və qiyməti Y-dir. Bunu da qeyd edək. Q4 yükü mənfidir. Mənfi yük verilən nöqtədə özünə doğru intensivlik xəttinə malikdir. Fikir verirsinizsə, Q4 və Q2 tərəfindən yaradılan intensivlik xəttləri modulca eynidir. İstiqamət cəhd olaraq ixtisar edə bilərik. Amma Q1-ci aşağı doğru gördüyünüz kimi budur. Q3 də eyni istiqamətdədir. Ona görə də eyni istiqamətdə olan görə onları toplayacaq, cavab olacaq 2Y. 78-ci sualda verilmiş metal üçün fotoeffektin qırmızı sərhədi sarı işığa uyğundur. Hansı şüanın təsiri ilə fotoeffekt müşahidə olunar? Bu tipli suallarda bilirsiniz ki, əvvəlcə spektri yazmaq lazımdır. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi rəngləri bilirik. Qarı nənənin sarı yufkasını məclisə gələnlər bəyəndi deyirik burada. Və başqa nələr bilirik? Başqa onu bilirik ki, bu görünən spektrdir. Bənövşəydən sonra ultra bənövşəyi gəlir. Qırmızıdan əvvəl də infraqırmızı gəlir. Bunları da özünün üstünə əlavə edirik hər ehtimala qarşı. Yazıb ki, qırmızı tərəf sarıdır. Sarına dairəyə alırsınız şagirdlər. Fotoeffekt müşahidə olunar dediyinə görə sarıdan sağ tərəfdəki rəngləri və ya dalğaları seçməliyik. Müşahidə olunmaz desə, sol tərəfdəki. Niyə? Çünki sarıdan sağ tərəfə doğru getdikcə, o deməkdir ki, sağındakı dalğaların enerjisi sarıdan böyükdür. Fotoeffektin baş verməsi üçün də həmin qırmızı sərhəddən daha yüksək enerjili bir dalğa lazımdır. Deməli, sağdan bir rəng seçməliyəm. Baxıram, qırmızı soldadır, narıncı sarıdan soldadır, infraqırmızı soldadır. Radio dalğa, hətta bu spektri davam elətdirsək, infraqırmızı radio dalğa ən soldadır. Yəni, onun da olması mümkün deyil. Ultra bənövşəyi gördüyünüz kimi verilən spektrdə sarıdan sağ tərəfdədir. Cavabımız olacaq ultra bənövşəyi şagirdlər. 79-cu suala davam edək. Ağzı bağlı qablarda su və onun doyan buxarı var. Doyan buxarın konsentrasiyaları və təzyiqlərini müqayisə edin. Doyan buxar haqqında biraz əvvəl də dedim ki, suallar çıxa bilir. Altından xətt çəkməyimiz lazımdır. Bu doyan buxardır. Doyan buxarda MK-in düsturlarına tətbiq etmək olmaz. İdeal qaz qanunları ödənmir bilirsiniz. Ona görə də burada nə edəcəyik? Napor xatırlayırsınızsa, ötən sınaqlarda da demişdik. Doyan buxar suallarını həll etmək üçün napor, temperatur asılılıqlarına baxmağımız lazımdır. Yəni, konsentrasiya, təzyiq və sıxlıq temperaturdan asılıdır şagirdlər. İkinci qabda temperatur yüksək olduğuna görə napor ailəsi də daha böyükdür. Yəni, həm konsentrasiya, həm də təzyiq ikinci qabda nə olmalıdır şagirdlər? Daha böyük olmalıdır. Düzgün cavab D variantı olacaqdır. 80-ci sualda birinci güzgü üzərinə düşən şüanın ikinci güzgüdən qayıtma bucağını hesablayın. Deməli, əvvəlcə burada həndəsi bir əməliyyat eləyəcəyik sizlə bir yerdə. Bu şüa bu formada düşdü. Buradan qaydanda belə qaydacaq təxmini bir trayektoriya çəkirik. Əgər bura 40 dərəcədirsə, simmetri olduğuna görə burada 40 dərəcə olacaqdır və ikinci güzgüyə düşən şüa bu formada qaydacaqdır. Yəni, ikinci güzgüdən qaydan şüamızı qeyd edək ki, qaydan şüamız budur. İndi bura 40 dərəcə, burada 90 dərəcə olduğuna görə bura olacaq 50 dərəcə. Doğrudur müşahidə? 50 dərəcə. Onda biz deyə bilərikmi ki, ikinci güzgüyə düşmə bucağı 50 dərəcədir deyə bilərikmi? Xeyr, deyə bilmərik. Çünki biz bucağı hardan götürürük şagirdlər? Səthin normalından götürürük. Deməli, bu şüanın ikinci güzgüyə düşmə bucağı 40 dərəcədir. Avtomatik qayıtma bucağı da 40 dərəcədir. Çünki düşmə bucağı qayıtma qanununa görə qayıtma bucağına nə olmalıdır? Bərabər olmalıdır. Burada əsas məsələ dediyim kimi bucağın hardan götürülməsidir. Ona görə cavabımız olacaq A variantı. 81-ci sualda yazıb ki, yalnız sabit sürtünmə qüvvəsinin, baxın altından xətt çəkirəm, yalnız sabit sürtünmə qüvvəsindən söhbət gedirsə, buradakı bu yalnız sözü də önəmlidir, sabit sürtünmə qüvvəsi sözü də önəmlidir. Yəni, digər qüvvələr, dartı qüvvəsi falan belə qüvvələr varsa, tormozlanma qaydasını tətbiq etmək olmaz.
Amma yalnız sabit sürtünmə qüvvəsi deyildiyinə görə biz burada rahat bir şəkildə tormozlanma düsturlarını istifadə edə bilərik. Başlanğıc sürətini deyir 4 dəfə artıraq, tormoz müddəti. Tormoz müddətinin düsturu bildiyiniz kimi V0 bölünmüş A-dır. Hətta bunu V0 bölünsün MJ formasında da yaza bilir. Sabit sürtünmə qüvvəsi avtomatik orada sürtünmə misalında sabit olmaq mənasına gəlir. Başlanğıc sürət 4 dəfə artdıqda tormoz müddəti 4 dəfə artacaq. Düzgün cavabımız olacaq. B variantı şagirdlər. 82-ci sual Venn diaqramıdır. Səpəci və toplayıcı nizamları haqqında yazıb ki, hər ikisində fokus məsafəsindən kiçikdir hal-hazırda. Yazıb xəyal mövhumidir. Biz nə bilirik dostlar? Biz bilirik ki, səpəci linzada bütün hallarda xəyal mövhumidir. Yəni 100% səpəci linza üçün doğrudur. Toplayıcı linzada isə şagirdlər yalnız bir dəfə mövhumi xəyalandır. O da fokusdan kiçik olduqda. Deməli, hal-hazırda xəyal mövhumidir. Bu bənd hər ikisi üçün ortaq sayılır. Xəyal böyüdülmüşdür deyil. Səpəci linzada bilirsiniz ki, xəyallar həmişə mövhumidir, həmişə düzünədir və həmişə kiçildilmişdir. Ona görə də bu böyüdülmüş xəyal ancaq toplayıcı linzada ola bilər. Xəyal düzünədir dedik ki, bütün mövhumi xəyallar düzünədir şagirdlər. Ona görə də 3-ü də ortaya yazacağıq. Bunu düşünməyə ehtiyac yoxdur. Məsələn, müstəvi güzgü xəyal mövhumidir, həm də düzünədir. Və ya toplayıcı linzada xəyal mövhumu anlamında yenə düzünədir. Səpəci linzada xəyallar onsuz da həmişə düzünə mövhumidir. Deməli, qısa konkret mövhumi xəyal gördüksə, düzünə variantını da qaralamaq olar. Xəyal kiçildilmişdir yazır. Kiçildilmiş xəyalda biraz əvvəl dedik ki, bu da səpəci linzada olacaqdır. 4, 1, 3, 2, yəni B variantını qaralamaq olar. Keçirik açıq tipli test tapşırıqlarına şagirdlər, kodlaşdırma tələb edən açıq tipli suallar. Yazıb ki, fotoelementin volt-amper xarakteristikasına əsasən düzgün fikirləri seçin. Burada da kvantlarda da bilirsiniz ki, 2 dənə önəmli nöqtəmiz var. Biri bu sabit olan hissə ki, doyma cərəyanı deyirik. Bir də bu aşağıdan başlayan nöqtə, buna da saxlayıcı səbəti deyirik. Yəni əslində bu qrafikləri də 2 səbətlə doyma səbəti, bir də saxlayıcı səbəti ilə həll eləməyə çalışırıq. Doyma səbətimizdə nələr var? Cərəyan şiddətinin doyma qiyməti, intensivlik və saydı şagirdlər. Bu üçü bir ailədir. Saxlayıcıda isə qalan digər kəmiyyətlər tezlikdir. Ondan sonra fotonların enerjisidir, kinetik enerjidir, dalğa uzunluğudur, sürətdir, impulsdur. Baxın, bunların hamısı bir ailədir. Yəni, hansı nöqtəyə uyğun, hansı kəmiyyətlərə baxmağımız lazımdır, bilməliyik dostlar. İndi burada nə verəcəyik? Baxırıq ki, İkinci doyma hissəsi birdən daha yuxarıdadır. Yəni, doyma 2, doyma 1-dən böyükdür. Düzdürmü? Deməli, bu səbətə aid olan kəmiyyətlərin hamısı böyük olmalıdır. Hansı ki, N2, N1-dən böyük olması lazım. Deməli, 5-ci variantı seçəcəm. Saxlayıcı nöqtəsinə baxdıqda isə görürəm ki, hər ikisi eyni nöqtədən başlayır. Deməli, U1 U2-yə bərabərdir. U1 U2-yə bərabərdirsə, bu aşağıda yazdığımız bu ailə üzvlərinin hamısı bir-birinə bərabərdir şagirdlər. Hamısı bir-birinə bərabər olunca 3-cü variantda seçə bilərik. Düzgün cavab 3 və 5 olacaq. 84-cü sual. Elektromaqnit dalğanın tezliyi 3 dəfə artarsa, şüalanma selinin sıxlığı neçə dəfə artar? Bu da, bax, bura bir ulduz qoyaq. Yaddan çıxan, unudulan suallardan biridir şagirdlər. Nəyə görə? Çünki burada birbaşa şagirdin əlində düstur olmadığına görə bunu sadəcə güclü yaddaş olan şagirdlər, bəlkə də diqqəti yüksək olanlar doğru yaza bilir. Çünki düstur yoxdur burada. İnsan bir artma, azalma sualı görəndə adətən nə edirik? Düstur axtarırıq, düzdürmü? Amma burada düsturumuz yox, asıllıq bilgimiz var. O nədir? Şüalanma selinin sıxlığı, yəni I, asılıdır tezliyin 4-cü dərəcəsi ilə düzdür. Dalğa uzunluğunun 4-cü dərəcəsi ilə tərs mütənasibdir. Əgər tezlik 3 dəfə artırsa, 3-ün 4-cü dərəcəsinə yüksəldirik. Bu da eləcəkdir 81 düz mütənasib olduğuna görə cavab olacaq 81 dəfə artar. Cavabımız, yəni burada ədəd olaraq 81-i götürəcəyik. 85-ci sual. Sistemin deyir təcilini hesablayın. Tərpənməz bloklarda bilirsiniz ki, A bərabərdir. Düsturumuz necə idi? M2 minus M1, M2 plus M1 vurulsun J formasında yazırıq şagirdlər. Burada qiymətlərimizi yerinə yazsaq, 6 sıxılsın 4 bölünsün, 6 üstə gəl 4 vurulsun 10-a, o da bərabərdir 2 bölünsün 10 vurulsun 10-a, onları xısa verəcəkdir. Düzgün cavab 2 Newton bölünsün kiloqram olacaqdır şagirdlər. Davam edək, keçək 86-cı sualımıza. Yazıb ki, daxili enerjisi 12 kilojoule, təzyiqi 4 kilopascal olan bir atomlu ideal qazın həcmi neçə kub metrdir dostlar? Əlimizdə nələr var? Daxili enerji var, təzyiq var və bizdən həcmi istəyir. Elə bir düstur yazmalıyam ki, şagirdlər burada hər üçü iştirak eləsin.
Daxili enerjinin düsturunda bilirsiniz ki 2-də 3 var, 2-də 3 PV yazacağıq. Hər ikisi kilo ilə verildiyinə görə çevirmə etməyə ehtiyac yoxdur. 12 bərabərdir. 2-də 3 vurulsun, 4 vurulsun V-yə. 2 ilə 4-ü ixtisar edək, 12 bərabərdir. 6 vurulsun V-yə. V də bərabərdir 2 kub metrə. Cavabımız olacaq şagirdlər 2. Davam edək. 87-ci sual. Bir cins elektrik sahəsinə daxil olan zərrəciklərin hərəkətinə uyğun qrafikləri seçin deyir bizə. Biz xatırlayırsınızsa demişdik ki, elektrik sahəsindən söhbət gedəndə yenə altından xətt çəkirik. Elektrik sahəsi suallarında öncə nəyə diqqət edirik? Xəttlər həmzəman müsbətdən mənfiyə doğru. Baxın, hamısında ikincidə müsbətdən mənfiyə doğru, üçüncüdə müsbətdən mənfiyə doğru. Bu xəttləri yazmaq faydalıdır. Birincidən başlayaq. Gördüyünüz kimi müsbət yüklü zərrəcikdir, mənfiyə doğru gedir. Müsbət onsuz da mənfiyə doğru cəzb olunur. Qüvvə ilə sürətin istiqaməti eynidir. Deməli, bu bərabər yeniləşən hərəkətdir. Ona görə də 1-ə B və C variantlarını yazmaq olar. 2. İkinciyə baxırıq. Mənfi yüklü zərrəcik sahəyə daxil olub və üzü mənfiyə doğru gedir. Mənfi mənfini dəf elədiyinə görə qüvvə sürətin əksinə yönəlib. Qüvvə ilə sürət əks oluna görə yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkətə uyğun qrafiklər A və D variantlardır dostlar. Üçüncüdə neytrondur. Diqqətli olmaq lazımdır. Neytronun yükü yoxdur. Əgər yükü yoxdursa, F bərabərdir Q yer düsturunda. Q 0 olduqda F də 0 olacaq. Qüvvə təsir etmədiyinə görə, yəni əvəzləyici qüvvəsini burada 0 götürə bilərik. Ona görə də bu bərabər sürətli hərəkət eləmiş olacaq. Bərabər sürətlə uyğun bir dənə qrafikimiz var. O da Y variantıdır şagirdlər. Nəhayət gəldik, çıxdıq situasiya sualımıza dostlar. Başlayaq situasiyamızda işləyək. Deyir ki, 200 qram kütləli 50 sm uzunluqlu naqil şəkildə gördüyünüz kimi nədir? Tavandan asılmışdır. Və burada deyir ki, birləşdirilən bu xırda xəttlərin kütləsi, yəni bu nazik xəttlərin kütləsi nəzərə alınmır. Önəmli məlumatdır təbii ki. Nə soruşur bizdən? Naqildən axan cərəyan şiddətini hesablayın. Bir elektrik dövrəsi görürsünüz burada. Gərginlik 8 voltdur. Müqavimət 2 ohmdur. Cərəyan şiddətini hesablayanda I bərabər olacaq U bölünsün R-ə bərabərdir 4 amper. Deməli, birinci sualımızı həll elədik. İkinci sualda yazıb ki, naqilə təsir edən amper qüvvəsini hesablayın. Amper qüvvəsinin düsturu bilirik ki, onsuz da burada sahə cərəyanla perpendikulyardır. Yəni istiqaməti sağa doğru, onu da qeyd edə bilərik. Bilirsiniz, cərəyan müsbətdən mənfiyə doğru gedir. Ona görə də amper qüvvəsinin düsturu birbaşa bil sinus alfasız yaza bilərik. Çünki perpendikulyardır. B-nin qiymətini sualın şərtində 0,4 veriblər. Cərəyan şiddətini 4 amper tapmışıq. Amper vurulsun. Uzunluğu da 50 sm, yəni 0,5-dir. O da bərabərdir 0,8 Newton eləyəcəkdir şagirdlər. 90-cı sualda bizdən nəyi soruşur? İpdəki gərilmə qüvvəsini hesablayın deyir. İndi bu şəklə bir dənə diqqətlə baxaq, buraları təmizləyək dostlar. Deməli, bu sistem tarazlıqda olduğuna görə biz bilirik ki, əvəzləyici qüvvə 0 olması lazımdır. Əvəzləyici qüvvənin 0 olması üçün yuxarı doğru yönələn qüvvələrin cəmi aşağı doğru yönələn qüvvələrin cəminə bərabər olmalıdır. İndi baxaq görək hansı qüvvələr var. Bir ağırlıq qüvvəsi var. Ağırlıq qüvvəsi hər zaman bilirsiniz aşağı istiqamətdə yerin mərkəzinə doğru yönəlir. İp tavana bağlanıb, yəni yuxarı istiqamətdə olduğuna görə gərilmə qüvvəsi yuxarıya doğru yönələcəkdir. Burada T ilə işarə eləyək. Baxaq bir də sonuncu qüvvəmiz. Axı bilirsiniz ki, maqnit sahəsində yerləşən cərəyanlı naqilə bir qüvvə təsir göstərir. Bu da amper qüvvəsidir. Amper qüvvəsinin qiymətini hansı ki biz hesabladıq bir əvvəlki sualda. Sol əl qaydası ilə X ovucumuza daxil olacaq. 4 barmaq cərəyanın istiqamətini göstərəcək. Baş barmağımız yuxarı doğru yönəldiyini göstərir. Yəni deməli bu naqilə təsir edən amper qüvvəsi də yuxarıdır. Onda belə çıxır ki, gərilmə üstəgəlinin sinif arximet bərabərdir mg yazmaq olar dostlar. İndi baxaq görək biz amper qüvvəsi nə qədər hesablamışdıq. Amper qüvvəsi artıq silmiş yön. Amper qüvvəsi neçə çıxdı bizdə? 0,8 Newton mu çıxdı dostlar? Onda yerinə qoyub yazmağa çalışaq bir daha. Deməli, T üstəgəlinin sinif arximet bərabərdir mg. Bizdən gərilmə qüvvəsini istəyir. T bərabərdir mg çıxılsın. F amper. Mən bir daha hesablayacağım. Ekranda silindiyinə görə sizdə varsa birbaşa yaza bilərsiniz. Kütləmizə də baxaq sualdan. Kütləmiz 200 qramdır. Yəni 0,2 kiloqramdır. 0,2 vurulsun 10 çıxılsın. Necə idi amper qüvvəmizin düsturu? BEL. B-mizi nə qədər vermişlər şagirdlər? 0,4. Cərəyan şiddətimizi neçə tapdıq? 4 vurulsun 0,5 və bəli 0,8 Newton.
Onda 0,2 vurulsun 10 çıxılsın 0,8, o da bərabərdir 2 çıxılsın 0,8 bərabərdir 1,2 Newton olacaqdır şagirdlər. Bu da situasiya suallarımızın həlli. Hamınıza diqqətinizə görə təşəkkür edirəm dostlar.